Verilişin sponsorları Ruski Vkus, AF Yaşayış Kompleksi. Bu da bizim doğma Bakımızdan 220 kilometr aralıqda yerləşən, yayda başqa cür, qışda isə bir başqa gözəl olan, gəzməli görməli yerləri Böyük Qəbələndi ilə məşhur olan Qəbələ. Böyük razborkalara gedib kiçik pullar qazanan qəhrəmanlarımız Şəmi və Şöşü bu dəfə Qəbələyə üst tutdular. Elə şirinin xeyir işində iştirak edib qol-qanad açmaq istəyirdilər ki, gördükləri mənzərə tam başqa oldu. Bu sənin qara gözlərin, sənin olsun, sənin olsun. Gəlin gedək gəz eyləzətdir, maşına bıraq bəz eyləzətdir. Hey, what's up? This is Aaron from Spain. Gülşəndə dolan gəz, gülşəndə dolan gəz, yenə güllər arasında. Gül yanağından gül açan yazına qurban. Hey hey deyəcəm yar sənin o nazına qurban. Hey hey deyəcəm yar sənin ağzına qurban. Çatdık. Bu da Qəbələ. Havaya bakın, havaya bakın. Bəh. Bu neydi gəldi? Deyirəm ha, bizim bu şirində dəhşətdir ya. Bir gözdə bir yaz gəlsin, gözdə bir payız gəlsin, bir yay gəlsin. Oturaq dağların qoynunda, oturaq bir çəmənlikdə, yaşıllıqda qəşəng bir toy eləyək də. Nə olur və qaça-qaçda, temboli qar yağır, şaxta. Gözə sənə demişdim ki, Şöşü, rayonlara gedəndə, dağlıq yerlərə gedəndə ya 06-nı götür, ya 07-ni. Qalıb bütün gün qarajda orada çürüyür. Mən neyim? Deyirsən o boyda 07-ni götürüm, salım bu dağa, təpiyə, daşa vurum, altının kardanını, valdanını dağıdım, ziyana düşər. 07 kimi qəşəng maşın var bu toy üçün. Temboli toyda, kartejdə zatda biraz təkər zat qaldırırsan, biraz orasını burasını bəzəyirsən, düzürsən, olur qəşəng. Rayon yerində elə şey olmur. Ayşəm, sən özündə kənddə böyümsən, eşitirsən. Bakıdan o boyda gül, mül, dostum evlənir, vurmuşuq, gətirmişik. Niyə qoymadın onu bəzəyək? Şöşü, mən uşağam, görə bilmirəm, onu harda bəzəmək lazımdır. Taktika. Nə? Nə taktika? Şəminin taktikası. Mənim də onu Bakıdan tutaq ki, bəzədim, vurdum, yapışdırdım maşının üstünə. Gül, çiçək, kuklar, dostum evlənir, nə bilim, hay, huy. Neçə dənə post keçmişik, qayı postu. Nə bilim, 5-6 dənə. Ay sağ ol. Hər dəfəsində saxlayacaqdı ki, toydan gəlirsiniz, deməli işkilisiniz. Nə? Biz araq içmişik, saxlasın da, haylə. Onlara nə var, saxlayırdı ki, toydan gəlməlisən, bayağı deyirsən, içməmişən, deyir, bu elə şey olar, toydan gəlirsən, içməyəsən. Özdə bir kesin elə bilmədim, mənim başıma nə iş gəldi. Nə olubdu ki, nə olmuşdu? Keçən dəfə bu toydan gəlirəm, biraz yüngül var idi, bu dost uşaqlarla oturduk, 2 nəfərə 7-8 pulka vurmuşuq. Yenə alqaşdıq. Gəlmişik, yok şeydə posta polis saxlayıb, deyirəm, bəs sən məni tanımadın, Şəmi, balığın sevimlisi, bəs qızların sevimlisi, deyir, tanıdıq Şəmi müəllim, tanıdıq, digəl ki, bizim də keyfimiz yaxşıdır. İstəyirik ki, burada bizim üçün biraz zümzümə eləyəsiniz. Məhər yaxdırmaq istəyirlər. Denəm mənə elə sözmü demək olar, zümzüməmi demək olar. Padigradus, özdə sinə açılıb. Qay postunun qabağında Şəmi solo konsert verir. Bir onda gördüm ki, elə polislər zatlar düşüb qabağa oynayırlar. Başımı qaldırdım belə ki, ən azı bir 50 dənə telefon dayanıb belə məni çəkirlər. Fanatlar. Düzdür, səhərsi günü girdim şeyə, YouTube'a, qəşəng sözlər zatlar yazmışlar altdan, oxuma. Neynim, içkili adam. Ondan sonra bax, içki içməyi də tərk etdim, qay postlarında mahnı oxumaqda. Hər şey bir qırağa, toya geçirik. Bu rayonda, bu Qəbələdə toy tez başlar. Bəzə, maşını bəzə. Bax, bu başqa məsələ. Şöşü, sənə elə gəlmir ki, biraz şit bəzədik maşını. Nə şit, bu 2014-cü ilin pasletini bəzənməsidir. Nə danışsın, Məncə pisdir, yox. Ablar hamısı zimleniyə. Gəl. Gedə işıqları zadı yanır. O güllər var, onu kitaylar qəbrin üstünə qoyur, oradan oğurar. Sən Şöşü, oğulsan, oğul. Gedək, şirin gözləyir bizi, gedək. Toy başlayıb, biz elə burada maşın bəzəyir. Toyçu toyda gəlir. Havaya oyna oyna oyna, sen de oyna durma. Oyna oyna oyna, elleri kaldır havaya. Oyna oyna oyna, sen de oyna durma.
ağlaya gör. Baba. Nətər etdikləri var da. Əsəb mənzərədə, əsəb qəşəng yerlər. Şöşü, sənə çox sağ ol, məni sağ-salamat bu dəfə gətirib çatdırdığına görə. Oğulsan, yaxşısan, amma yenə də bax yolda şuluqluqlar eləyirdim. Niyə? Onu sən mən birazdan deyəcəm. Yaxşı? Hərlik. Toyda nastroyenimizi pozmadan. Yo, gəl. Maşından şeyləri zadı götür, hədiyyələr zadları götür, gəl. Gəl. Sen de evlendin. Ay. Ben görürsün. Şirin evlendi Ayşen. Ay şimdi xoşbaxt olasan, nə məsələdir? Nə olub? Palatkaya niyə sökürlər? Toyanı, cahamatani, gəlinanı. Kaçtı gelin kaçtı. Hara qaçdı? Hara getdi, hə? Buyur. Hara qaçdı, nəsən, hə? Hara qaçdı? Yurttaşırsan bizlə. Ana kaçtı da ben ne bileyim niye kaçtı. Herif kendine oldu da. Kendine oldu. Bilsen ki niye kaçtı ben niye onu yedim. Ay sok. Doğma ay sok. Doğrudan palaktan zat sökürler. Böküb dayısı oğlum mırtdaşır, zarafatdaşır. Səndən toy günüdür. Ana ben zarafat. Ben çiçeğim ben uzun kulağım. Ben değer. Zarafat ahırı. Bu nə danışır, ha? Ben görmez sen doğrudan değil sen daha söyle. Ana Ay şöşü, düzdür, cahamat hamısı dağılışıb çıxıb gedib. Bu nə də, ha? Ay sen başı, ay bu başı kalır. Sen git olmuşam oynayıram. Git sen. Kasım kız yoktu. Yazık düzdür. Yoktu. Ha? Doğrudan da. Vay. Ayşen abi yazık Şirinin kız tərəfdən bəxti gətirmədi də. Nə olub ki? Ben dedim derman içinden. Ged oraya. Bu yuvu yerə soxum səni. Hər bir dəfə dedim çox uzun. Ay şöşü, ay bu zarafat eləmirmiş, ha bu. Ben dedim sənə Bakıdan o boyda yolu durduk gəldik. Mən nə bilim bu... Bəxti gətirməyib də Mən qız. nə bilim bu yazığın başına belə bir oyun gələcək. Mən nə bilim bu belə olacaq, ha? Belə şey olar, toy günü qız qaçar, ha? Yadına düşmür bu. Keçən dəfə gəlin kortejində buna toy eləyəndə. Hə. Qız kortejdən özünü tulladı körpüdən aşağı çaya. Nə danışırsan? Birinci evliliğinde, Hə. ikinci evliliğinde kız Akazviska oğlan imiş. Vay. Başını parip koy. Vay. Dedim sənə, gəl sənə. Van Dam səbinən ala. Hə. Mərifətli, savadlı qızdır. Qanacaqlı qızdır. Qanacaqlı ev Aha. qızı. Sabah qabağımıza çay gətirəndə bizim Ayşə. də başımız aşağı olmasın. Hə. Nə oldu? Qulaq asmayın. Da belə olur da. Bax, böyüyün sözünə qulaq asmayın, belə olur. Gedək. Toyda olmayacaq. Gedək heç olmasa bir çarə qılaq. İt də olsa, qurt da olsa küçüyümüzdür. Gəl aşış. Acımadım yandırdım. Hani sen kül olacaksın. Bu hayatta kül olacaksın. Şu gözümün giresinden gelsin sana elə deyirəm. Şu gözümün. Ha? Düz yandırmışam. Acımadım. Mənə tam sonlayır. Tamır. Axırda qaçıb gedir. Kimə bilinmir, nə eləyir? Hardadılar, nə eləyirlər, kimləndir? Cıracam hamı sana. Cıracam. Bax belə sənin həyatın, baba. Bax budur həyatın. Eynirsən sən burada. Heç nə. Heç nə. Göyə bu şəkilləri bayındır qırmaqla, göyə bu bayaqdan ağlamaqla, göyə nəsə əldə edəcəksən sən. Ben yandırmışam, bak acım eləmişəm. O ki mənə elə yandırmadı. Mən də onu belə yandıram, belə yandırıram. Eləmişsən, əcəb eləmişsən. Oyla da nə günlərimiz olacaqdı. Mən toyun səhərisi anamı, atamı qoyacaqdım qocalar evinə ki. Bu rahat evdə rahat gəzsin, dincəl yatsın mənimlə. Şimdi baş belə, elə valideynlərinin qarğışıqda tutub da, adam heç elə şey deyər. Buna görə dedim də, sevirəm axı mən yandım. Bir şey yazır, çocuğu. Sevirəm axı. Hadi gel bana var. Bir yandan da çıkıram. Ne olsun bir dersin şer yola. Sen bütün günü. Mən heç kim, mən heç kim lazım deyil. Tək qalmaq Bu istəyirəm, nə tək də? qalmaq Bu nə istəyirəm. qarı? Sən Nurcel şübhələnməmisən ondan ki, bu sənin toyundan qaçmaq istəyir, bu sənin belə hərəkət eləmək istəyir. Adam mən nə bilim bu toydan qaçacaq. Nədir? Bu gic qızı gic. Mən nə bilim it qızı. Toy adam hamı oynayırdı toyda rəqs, o yan bu yan diskoteka. Gel onu yəni atvetini udar lazımdır. Neyini? Nə udar? Gel mən dediyim o qız var idi ha. Yanında da sən məsləhət görmüşdün bundan əvvəl. Yadında da dedim gəl onu çalışdırım sənə evlən, bir xoşbəxt ol, oğullu övladlı ol. Neynədin? Böyün sözünə qulaq asmadın. İndi qal, bax. buna bax. Bu şəkilləri deşə sarı yazır. Buna bax, şəkiliniz. Şoşi, o qızı bütün kənd tanıyır. Ayıbıdır. Hələ sənə kim deyir kənddə qal. Al onu, gəl yaşa Bakıda da. Öyle kəndlərdə, kənd 3 dənə 4 dənə evdə balaca kənd görək kim nə deyir? Ya mən itirazlarım. Bütün müminləri boynan idi, boynan idi. Boynan idi.
bütün məsələlərini biz özümüz həll eləyəcəyik də gəlmişik. Əslində biz gəlmişdik burada şadyanlıq eləyək, deyək gülək, nə bilim qolqana da çaq, çıxardaq bir şabaş ataq, hədiyyə gətirək, nə? İndi başına belə bir hadisə gəlib, narahat olma. Hər şeyi həll eləyəcəyik, özü şəxsən məşğul olacaq bu işlə. Narahat olma. Ben kurban olma ağzının altında ölüm. Elemiyor. Niye bu kana batırırsan? Niye bu kana batırırsan? Ay şuşu, Ayşemi. Niye gelip sulak yatmalısın? Bak sen niye gelip o kıza kadar sulak yatmalısın? Kurban olsun o 100 lira kızsa kurban olsun. Dur ağa görüm, ha. Niye ne diyorsun? Biz sənə görə gedib əlimizi ağzımızı qana bulatmıq. Sən hələ elə hörmətli adam görsən bizim yanımızda. Dostluq, tanışdıq, nə bilim indi çalışacağıq ki bu məsələni layiqli şəkildə yerinə qoyaq da. Şöşü, sən o yadındadır keçən il mənim ad günümü təbrik elətdirmişdin xarici kanaldan. BBC-dən. O jurnalistlərdən zatdan gör kim var elə bax gör. BBC-dən John. Aha sonra. Animal Planetdən. Aha. O gədə nədir? O qaçır şirlərində. Aha. Sonra Discovery-də Onlar gəlincə eləyincə nə qədər vaxt keçəcək. Gör yerli kanallardan kim var jurnalistlərdən. O TV jurnalist. Sən narahat olma. Baba. Günün bəxtindən danışsın. Bütün Azərbaycan Bir dəqiqə. bundan danışacaq, bu məsələdən danışacaq. O qız da biabr eləyəcək. Narahat olma. ATV Ne bacası senin? Bir dəqiqə. Mənə pis olmaz da mənim adıma pis olmaz. Yaxşı. Alo. Salam Mələkü. Azad Azərbaycan Teleradyo Yayım və Müstəqil şirkətidir Kampaniyası. və kampaniyasıdır. Hə, bizim bir balaca şikayətimiz var. İstəyirik gəlib onu işıqlandırasınız televiziyalarınızda. Hadisə, deməli belə baş verib də hadisə. Bəy evlənib, pul zad buraxıb, toy, palatka, qoyun, quzu kəsib, töküb. Gəlin toy gözəsi otaqdan qaçır. Qardaş, nəyə gülürsən? Zarafat eləmə. Toy gecəsi yox, gün orta qaçır. Belə bir bəylə gəlin otağa Çatdırmayıblar girən heç. momentdə. Hə. Deməli, bax qardaş, gəldiniz Qəbələyə girdiniz. Qəbələyə girən kimi quruqdan yuxarı qalxırsan. Buradayım. Buradayım. Bu nə tez gəldi? Gel lan. Bu gücə bax ha. Araba gizli şey. Sizden karşı burada. Sizden karşı burada. Ha fəlakət. Jurnalistlə danış, sənlə danışırdın mən. Yok benimle danışmamışsın. Benim telefonum yok. Nə tez gəldi? Nə istəyən o boyda? Tez çatdın deyəndə ki, Bakı ilə Qəbələnin arası nədir ki, Bakı ilə elə bir Sumqayıtdı, xırdalandı. Bakı ilə Qəbələ mindin düşdüm. Beş sənə şöşü. O ölünü göstərmə ha, ölüdən bir dənə sahib alim, deyir ölü. Fəlakət. Hə, şöşü, hə. Sən televiziyada işləyirsən? Yox, hələ televiziyada işləməm, televiziyada. Və bu mikrofon, bu kamera, bu nədir? ATV maşını. Bu tupoydu. Deyirəm ki, gəlmişəm müsahibə alım. Jurnalistəm. Bu mikrofon olmalıdır, kamera olmalıdır, çəkməliyəm. Tupoy gedən müsahibə almalı, əlində kamera var, ATV-nin logosu, mikrofonu var. Bu müxbirsən də, jurnalistsən, düz deyilmi? Müxbirəm, mən deyirsən. Mənə deyil, nələ müxbirəm, mənə deyil, mənə deyil. Eşidirsən, hə, gəlmişsən, davay çək bizi. Hə. Bu gədənin toyu olubdu. Axşamda gəlin toydan qaçır. Toyçunu qaçır. Ölüb də, qaçıb ölüb. Bir dəqiqə deyənim, mən bu tupoyu hər şey başa salam. Bax, bu bizim dostumuzdur, Şirin. Tanıyırsan da onu? Tanıyıram bunu. Tanıyıram bunu mən. Tanıyırsan? Tanıyıram, bunu tanıyıram. Ay sağ ol. Bu yazıq neçə ildir bax pul yığır, neçə ildir bax əziyyət çəkir. Nə qədər yığmısan, nə qədər yığmısan? Yandan ha, yan. Qəşəng palatka qurmuşdu burada. Hani palaklarını görürsən. Söğütlər apardılar. İndi bunun toyundan gəlini, sevdiyi qız toydan qoşulub qaçıb. Lap yaxşı. Nə yaxşı bunu? Qoşulub qaçıb da lap yaxşı da. Eşitsən məni. Eşitsən bunu indi çəkmək istəyirsə, Şəmi, sən də indi qohumsan, tanışsan, dostsan da Şəmi dönsənsən. Tanıyıram da mən sən. Mənim televiziyada tanışlarım, qohumlarım var. Sən gelim gəlsinlər, çəksinlər də. Toy mən çəkmirəm, qardaş, mən toy çəkmirəm. Tupoy, sən çağırmışıq, o boyda TV maşını gəlir. Mən toy çəkmirəm. Eşidirsən, davay bir dənə, eşidirsən. Qəşəng bir dənə yer tap gəlib oradan kırıyor. Eşitsən, amma mən toy zat çəkmirəm, ha, toy zat çəkmirəm. Toy çəkmirsən. Dedim maşından kamerayla mikrofonu götürüm. Əlində. Eşidirsən, Ayşəmin. Bu tupoydu, amma bu görürsən ATV-nin maşını zad gəlib də. Gəlib bunun bunun mikrofonu şey- zadı tutsun belə, özümüz nə lazımdır deyək. Ondan sonra geçsin, aparsın ATV-yə, orada özləri şaqqıldırır. Gedir orada ağzına gələni verər, eləyər, deyər ki, burada adamı öldürüblər, nə edirlər? Danışacağıq da, ha? Ona nə var? Ağzına gələni danışacaq orada. Yox, biz nə danışacağıq, onu Yaxşı, yaxşı, onu gedin təlimatlandırın. Nədir həll eləyirəm? Yaxşı. Şöşü. Düzelt gör, kostyum zadım qəşəngdir. Bu indi çəkilir bizi. Yaxşıdır, Eşitsən Şəmi. Bunun reyqini hardan basım? Reyqi hardan? Gözlə. Sən nətər jurnalistsən, sən nətər adamsan, hə? Reyqi bax buradan basırlar. Bax. Hop. Özü bilir, özü qəsdidir. Davay, başlayırsan. Bundan verin be, bundan verin. Ver onu. Ver, Şöşü götür bunu. Eşitsən.
Sən danış görüm nətər olub, danış görüm nətər olub. Hazırsan? Hal-hazırda ekran qarşısında əyləşib bizi izləyən bütün tamaşaçıları salamlayıram. Şəmi adından, Şoşu adından, Şirin adından. Həmişə biz sizi güldürmüşük, sizə qəşəng əhval-ruhiyyələr bəxş eləmişik. Amma bu dəfə mən istəyirəm ki, neynirsən sən? Yox, deyir, razıyam da mən dediklərinizdən. Sən operatörsən, sən mutluysan, çək. Düzdür ki bu. Mən bu dəfə çox kədərli bir xəbərlə sizin qarşınıza gəlirik biz. Bax, bizim dostumuz, bizim yaxınımız olan Şirin illərdir özünə pul yığıb, illərdir qəpik-qəpik üstünə pul qoyub, nə bilim, illərdir tanıdığı bir xanımla, üzümü çək. İllərdir tanıdığı xanımla bugün ailə həyatı qurub, amma çox təəssüflər olsun ki, bugünkü gündə onun toy günü baş tutmayıb, gəlin elə toy günü qoşulub dayısı oğluna qaçır. O bayaq şey elədi, o gedib, onu təzdən elə düşmədi. Onu kəsərsiniz. Mən üzümü buradan gəlinin dayısı oğluna tutub demək istəyirəm ki, adamın insafı olar. Ulğumu olar adamın. Adamın bığı olar, saqqalı olar. Gəlini qaçırdırsan, heç olmasa toyun səhərsi qaçır da. Yaxşı demə, yaxşı. Özünə gəl. Televizor çəkir burada. Özünə gəl, hə? Burasını kəsərsən. Eşdən, indi mən bir sual verim. Eşdən, bu deyirsiniz, gəlini qız qaçırdıq, deyirsiniz. İndi kimdən şübhələrsiniz? Toy gədə demir, dayısı oğlu qaçırdır. Kimdən şübhələrsən? Ağzımda demirəm, gəlinin dayısı oğlu qaçırdı. Dayısı oğluna şübhələrsən. Ona görə də mən yeri gəlmişkən, hal-hazırda bizi izləyən 9 milyon Azərbaycan xalqına üzümü tutub demək istəyirəm ki, Şəminin yeni Kürəyim Qaşınır adlı diski çıxıb. Bu diskin demək olar ki, bütün maşın bazarlarında, Təzə bazarda, Nəsim bazarda, ondan sonra şəhərin bütün bazarlarında satışdadır. 1 manat 30 qəpikdən siz bu diskləri alıb, amma üzərində Şəminin şəkili olan holoqramması ilə ala bilərsiniz. Mən xahiş edirəm bütün tamaşaçılardan hamı alsın, çünki vəziyyət hal-hazırda kritikdir, vəziyyət çox pisdir və üzürsünüz ki, bizim xeyrimiz, dolanışığımız nədəndir? Diskdəndir, konsertdən. Baxınlara qulaq istəyib sevdim. Ona görə də indi mətləbdən biraz kənara çıxsaq da, mən üzümü tutub demək istəyirəm ki, adam kişi olar, adam belə hərəkətlər eləməz. Bu oğlandır, bax bu nə qədər xərci çəkib burada. Bura bax. Mən buradan üzümü tutub gəlinin o dayısı oğluna deyirəm ki, dəyin burada heç bir günahı yoxdur. Əgər gəlini toy günü götürüb qaçırıblarsa, dəyin üzü ağ, alnı açıq, heç bir günahı ola bilməz. Bizim qohumdur, dostdur. Biz yaxınımızdır. Qohum nədir, dost nədir? Mən burada deyirəm adam ölüb, sən bana deyirsən qohumdur. Adam başqalarından müsaade. Nə deyir? Qaçın, deyirsən qohumdur. Bu gicdir, bunun başı xarab. Şökü, bunu təlimatlandır. Sən özün qəşəng keç. Yaxşı, şeydə də bu montaj eləyəndə də otur yanında, orada artıq əski şeylər danışmışıq. Onları çıxar. Fəlakət, sənə 1000 dəfə başa salmışam ki, sən burada təmizlik işinə baxırsan, burnunu başqa şeylərə soxma. Bana demişsən. Sən bir aydır buradasan, hələ bilmirsən sən nə işinə baxırsan. Bana deyin, mənim xəbərim yoxdur axı. Sən səhər tezdən evdən çıxırsan, axşam saat 7-də gəlirsən, sən burada nə edirsən o boyda bax? Burada olanda, mən burada Burada olub nə edirsən axı? İşte demişsən, mən də qalmışam belə. Sən bax, yadında saxla, fəlakət. Məktəb vaxtı oxumusan da sən məktəbi? Yox, oxumamışam, məktəb oxumamışam. Məktəb hansı o partanın dalında oturursan? Məktəb vaxtı. Oturmuşam, Məktəb vaxtı necə sinifin şefi olurdu ya. Mən olmamışam, Sən demirəm, bax sən də burada təmizliyin şefisən, başa düşdün? Burada təmizliyin şefiyəm. Təmizlik işlə sən baxırsan. Bana deyin, bana deyilmirsiniz, mən olmamışam. Nətər deyirsən, bir aydır gəlib gedirsən, bilmirsən ki, sən nə işə baxırsan. Yox, mən olmamışam. Özdə bu nə qədər qulağına geymişsən, bunu başa taxırlar, tup ol. Yox, bunu qışda taxırlar ki, qulağa soruq olmasın, sənin xəbərin yoxdur. Tax onu başına, bizi əsəbləşdirmə burada. Sən vəbşə bu kalbasanın dadına baxmısan, Rus kifkusun dadına baxmısan heç olmaz. Nəyin dadına? Rus kifkus. Yox, mən Rus dilində bilmirəm, Onu yemək üçün Rus dilini bilmək lazımdır. Bu Nə poşa. Urset dadı, dana urset dadı, kalbasa, Rus kifkus. Mən Rusiyetdə olmamışam, mən xəbərim. Yaxşı, götür. Ver ona süpürgəni. Get təmizlə. Get oralar təmizlə. Sənə dedim bu tupoyu götürməyəkdən bu işə də. Şöşü, sən özün şəxsən ona nəzarət edirsən. Sən bilirsən ki, o tupoydur, o xəstədir. Ona görə də nəzarət, özdə bu nə də yapışdırmısan yaxına. Bunu kalbasanın üstünə yapışdırmaq. Sponsor Ruski Vkus. İndi
İndi başa düşürük 40 hektar yerdir, tək başına çatdıra bilmirsən, eləyə bilmirsən, amma nəzarət eləmək lazımdır. Başa düşdün? Bax, Şöşü deyir ki, orada keçən dəfə o binadan 7-ci mərtəbədən kimsə Zubatiska tullayıb yerə. Sən get qapını döy, onlara başa sal ki, deyirəm bura sivilli mədəni bir kompleksdir. Burada deyirəm heç içki içən yoxdur, siqaret çəkən yoxdur. Burada yəni belə şeylərə icazə verilmir. Başa düşdün? 6-cı mərtəbə var ha bura. Hə. Bu sən nədir da? Baş beni aparıb eda qonşu. Bax, get bir-bir qapıları döy, hamısını başa sal ki, bax orada o birisi o şey var ha, kotec var ha, villa. Orada deyən ki, işıq pulu lazımdır, qaz puludur, su puludur, vaxtını deyən gətirsinlər, ödəsinlər. Başa düşdün? Ay mən nə bilim filan kəsin qohumuyam, ay nə bilim filan kəsin dostuyam, söhbətləri yoxdur. Başa düşdün? Davay, get, işində ol. Buz batın da sən Söz. Köşü, eşidirsənmi? Sən də bax yaxınlaşırsan o birisi tərəfə, o ağaclıqlar var ha. Onlar düz 2 gündür sulanmır. Ay sağ ol. Yaxınlaşıb onu sulayırsan. Başa düşdün? Burada day müdürzat söhbəti yoxdur. Burada hamı birdir. Orada yaxınlaşıb ağacları sulayırsan. Sponsor AF Parkı Yaşayış Kompleksi. Əslində biz elə bilirdik ki, hansısa bir baz vurutlu, samballı, bir adlı sanlı jurnalist gələcək. Hə, indi bəxtimizə də bu çıxdı da, indi nə olsun? Hə! Ben bura gelmişim müsahibə alıb danışdırıb cəmaatı. Bilim nə var, nə yox. Bu imkan vermirsiniz. Mən işimi görürüm. Ben gəlmişəm. Toya bax, gəldim orada toyuq düzə çəkir. Hə, budur, bunu çək. Ha, eşsən məni. Bax bu toyuqdur, düzədir, qoyundur, quzudur. Bunlar da görüb də lan açarı. Bir danışın görüm nə tər. Ana heyvan diyorlar heyvan. Sən qorxudursan o toyuğu mənə deyər nə tər olur. Hə, canlı şahid burdadır, gəl bura. Davay, bəzə bunu. Mənim başıma qalıb. Bəy budur, bəy budur. Eşdim qızı qaçırıblar, xəbərim var da, eşdim qızı Düz qaçırıblar. eşitmirsən, düz eşit. Əla da qızı qaçırıblar da, əla. Yaxşı, yaxşı. Eşsən müsahibə alım da ondan, hə. Hə, müsahibə al, adamsan. Adam balasısan, normal bir müsahibə al. Gətirmişik bura ki, o boyda yola gəlmişsən sən bura ki, müsahibə alasan. Yaxşı bir süjet elə, dostumuz, qardaşımıza kömək eləyək. Hə, bildim. Eşsən, şəm, bir dəqiqə gəl bura söz deyirəm. Eşsən, bu bəyin xəbəri var da, qızı qaçırıblar deyir, eşitmirsən, deyir. Bunun gözünün qabağında qaçırdıqlar da bu yazığı, ona görə. Kimdən şübhələnirlər, xəbərin yoxdur. Hə, dayısı oğlu qaçırdı. Deyin də, nə bula? Hə, eşsən, qızı dayın oğlu qaçırıb, xəbərin var da. Hamı görəcək orada. Sən də, Deyən görüm, bir kız adı bas, ay tupoy, ay mangol gədə. Hə, mikrofonu da götür. Normalni. Görəcək indi orada. Hə, normalni ciddi şəkildə intervyunu versən, biz də çəkilə qırağa həyəcanlanıb eləməsin. Gəl buraya şuşu. Eşsən, gəl söz deyim sana. Eşsən, bu indi canlı efirdir, canlı efirdə ağzıma gələr danışma. Canlıdır bu. Hə, çallıdır, sən o toyuqdur, qoyundur, bayaq gəl. Canlısınız da, hamınız canlı. Ha, bizi görəcək. Qoy keçim yerimə, Keç. İndi danış görüm, eşsən məni. Danış görüm hadisə nətər oldu, danış görüm. Heç zatam. Əla toy gedir. Qırğın, yemək, içmək, oynamaq, hamı şeylənir. Mən toya qohumlarımla əlavə bütün dostlarımı çağırmışam. Bu Facebookda danışdığım, Facebookda danışdığım, adla klassikda, Instagramda, chatda. Bütün dostlarımı hamısını çağırmışam toya. Hamı oynayır. Bə mənə niyə çağırmamışdın, Sən ana deyən söhbət edirəm, hə? Mən toya çağırmamışdım. Çağıracam. Ha, o yan, özü toyun axırında da ki, dostlarım bir dənə balcı bilər tutdu. Arasını da cibinə tutuyor. Eşsən, bə mənə niyə toya çağırmamışdın? Çağıracam, çağıracam. Ha, yemək, içmək, oynamaq, zakaz eləyən kimi, o yan, bu yan, gəlini qaldırırlar göyə, salırlar yerə. Qaldırırlar göyə, salırlar yerə. Orada toyda axır. Ha, olmaz. Yəni belə şan keçir. Diskoteka, o yan, bu yan. Arada görəm ki, oturub dilxordu qız. Gəlin, çıxartdım bir dənə siqet verim, bir dənə siqet çək, həyəcanlısı. Diyor, tayqizmişəm. Hələ aksantın cibinə pulu basmışam ki, buna arada pivə, zat başa şunu, ləbləmdə söylə. Bu dərəcə ya, mən nə bilim, bu qaçar bu qız. Ha? Mənim niyə xəbərim yoxdur? Gələn səfər. Ha, o yan, bu yan, indi hamı oynayır, şəllənir, toyda da toy necə olur? Diskoteka, rayon toyu daxı. Toy qutardı, toy da gec qutardı. Eşsən, bəy gəlmişdi, toya bəy gəlmişdi. Hə, bəy oldu. Hələ getdik, evə oturduq. 1 idi, 2 idi saat. Söhbət zat. Hələ istədim ki, keçim bəygənin otağına. Bir də gördüm, qapı açıldı. Girəsən kim? Mən gəlirəm. Yox, sən gördün, bəyin dayısı olur. Bəyin dayısı olur. Dedim, ana, bu mənim evimdə nə edir toydan sonra? Dedim, xeyr ola. Dedim, bir dənə girim gəlin otağına, 5-10 dəqiqə söhbət edim. Dedim, işin çox ola, söhbətin çox çıxar. Dedim, yox, 5-10 dəqiqə söhbət edim, çıxıram. Mənə ya, mənim yanımda girəsən gəlin otağına. Dedim, yaxşı. Hani gözlədim 5-10 dəqiqə.
Bir gün bunu otaqdan çıxdılar ikisi. Dedim hara gözü deyib çıxdıq bayırda hava alaq, təmiz hava, orada söhbət edəyik. Və mən hardaydım? Onda mən hardaydım? Yox, sən yatmışdın. Dedim mən də çıxım söhbət edeyim. Yox, sən gəlmə, treytri içsin. Mən treytri içsin. Mən heç bax. Dedim yaxşı. Treytri içsin. Treytri içsin. Hala oturdum, dedim gələrlər də. Gördüm gec gəlirlər, oyanmaya söhbət uzanır, getdim yatdım. Hani yatdım, dedim, anam məni yoxlandı quzu ki. Gəlin qaçıb. Ana qaçıb, ben yoxdur, qız qaçıb. Dayı çox başını qaçıb. Çöl mənim başıma. Çəkinmə, bax çöl. Mən hardaydım? Onda mən hardaydım? Arab, git sənsən, mən nə bilim sana arqaydım. Qız danışırsan. Bunu başa düşdüm, bunu danışdım, başa düşdüm. Mən gəlmişəm buradan səndən müsahibə alam. Ağzıma gələr danışsan ki, dayısı oğlu gəldi, gəlin apardı. Sən mənə hadisəni danış görüm. Nə tər olub, nə qariblər. Ana bu gizli ki, mən bayaqdan nə danışıram bəs burada? Deyirlər gəlin qaçıb, deyirlər gəlin qaçıb. Ana gəlin bunu başlayalım, mən ürək batım, mən uzun qulağam, güzel bəyəm mən. Hamısını. Söndürdüm buradan. Burada söndürür. Hamısını yazıbdısan. Apar ver Füzuli var orada. Eşlər Şəmi, eşlə xəbərin oldu, nə olub? Deyirlər gəlin qaçıblar, bəy qaçıb. Yoxlayacağım bunu, mən soxacağım onu. Sən də normal, ağıllı oğlansan. Başa düşdün? Bu göz yaşları zaten bunların hamısını sürsən. Şaka. Siz də buradasınız. Nətərsən, nə var, nə yox? Eşq olsun sənə. Sənə yaxşı bura. Sən nə gəldin? Sən nə gəlmişsən? Ben gelmişim cehizlerimi aparmağa. Balalarınızdan görəsiniz. Gelmişim cehizlerimi aparmağa. Cehiz, mən sən cehiz verirəm. Sən nə danışsan? Orada var böyle işler var. İkiniz de gelirsiniz ora. Bak sen bir de bak budur. Ayak sakal. Orada böyle işler var orada. Evet, biz elə bilirik, sən toya gəlmirsən, elə bilirik, nəsə burada bir xeyir, şirniyyat gətirmirsən, yemək gətirmirsən. Şirniyyatlar getirmemişim. Gelmişim cehizlerimi aparmağa. Benim cehizlerimi versinler. Aksakal. Eyv yok. Gede içeride oturak adam. Ay, Ağsaqqalın qızını olmuşsan sən. Gəl görüm. Olmazsa gedib Van Dam səbindən alardın. Ağsaqqal, xoş gəlmişsən. Gəl, keç. Həmişə mənim başımda. Həmişə. Kül mənim başıma. Şöyle senin başın. Dedim o Aksakkalın kızını almış hani. Neyniyim, sevirəm. Bu boyda kentte bir namuslu, ferasatlı kız tapmadın gittin onun kızını aldın. Sana dedim bu Van Dam sebineni gel alak sana evlen. Kulak asmadın. Bandamdan yaxşı öyrək, bandamdan ayırdım. Bak bunlar hamısı benimdir. Bu mebel benimdir. Bunlar bu kapılar benimdir. Bu taşlar benimdir. Bu taşlar. Ağlama yalanlan. Üzme durur. Ben hala bak Şami, bak siz kırak adamlar diyorsunuz. Biz de harda zibil söhbətlər var oradasınız. Ama neçə ildir də tanıyırıq bir-birimizi. Bak buna ben elçi gələndə hələ mənim şərtlərimi birisi əvvəldən qoyuram. Ben buna dedim ki arvad karpuz kimi bir şeydir. Seçim yaxşısını almaq lazım. İndi ben neyim ki bunun aldığı karpuz koşulup hansısa xiyara qatıb. Burada Ağsaqqalın ne günahı var? Ne günahı var? Mən də günahım. Mən də günahım. Lan cehizmi ver. Oradan deyil basana. Mən də günahım var. Mən çox xahiş edirəm. Ağsaqqal bizim böyümüzdür. Ağsaqqal elə adı üstündə də Ağsaqqal. Ona görə də onun dediklərini biz təmkinlə, onun dediklərini biz sakitçilik onun dediklərini biz hörmətlə qarşılamalıyıq. Ağsaqqal, sən nə deyirsən? Sən nə deyirsən, düz deyirsən. Çok sağ ol. Bak ben özüm Ağsaqqal adamım. Sen dedin tarifledin çok sağ ol. Bilirik də bunu da. Ben pul yığmışam kapik. Üst-üste pensiyalarımı yığmışam. Kapikler düzeldip getirip buna cehiz almışam. Taşlardan kamil hörmüşam. İşverənliklərini də dinən də, onları da dinən. Eləmişəm pul yığmışam. Halal zəhmətindən eləmişəm. Pul kazanmışam. Bəli. Ki ne? Bu gelip benim aldığım divanlarda ayaklarım belə koyup şellənsin. Ağsaqqal elə belə adam değil. Birincisi. İkincisi de hansı ata?
hansı ata istəyərdi ki, Aha. onun qızı dayısı oğluna qoşulub qaçsın. Ancaq debil, başdan xarab insan istəyərəm. Ağsaqqal, mən çox xahiş edirəm, mən çox üzr istəyirəm. İndi bax, sən dedin, sənə qulaq astıq, Hə. sənin problemini dinlədik. Bugünkü bu təmtarağa, bu palatka, malatka, camaat, yemək, içmək, küftəsi, nə bilim, Hə. dolması, zadı, bunun povarı var, bunun işıq pulusu var, bunun Hə. iti var, qurdu var. 8000 pul xərc. Onun puluna heç olmasa bir 5000-ni yavaş-yavaş ver, 3000-ni də sonra... Kim? Mən? Hə. Mən cehizləri kim alım? Ahtakkal alım. Mən ayağımda taraf. Ben cehizləri alım. Kardeşlerimi verin. Oğlum hamısı benimdir. Hamısı benimdir. Cehiz. Hadi yok, sana ne olur ha, ne olur ha bu. Ağsaqqal, sen bize örnek olmalısan, sen bize ders geçmelisən, sen canlı efsan. Eşlisən. O bayaq dedin, hansı ata istəyər o qızın götürüb qaçsınlar. Sən niyə hamının yerinə danışırsan? Mən istəyərəm, mən istəyərəm. Özdə o qarpızın sezonu zad deyil ha, qarpızın sezonu zad deyil. İşte qarpızın sezonu oldu. Kimdir bu? Ben hiç ne bilmirəm. Benim cehizlerim gelsin. Ben gelip bu evi yandırmamış benim cehizlerimi verin. Ağsaqqal, xahiş edirdik səndən. Müxbir zat gəlib, biz gəlmişik mehribançılıq eləyək, sən də durub burada şüvənliyək. Gəl onun pulunu sən, haqqı hesabını yavaş-yavaş ver. Gör nə deyirəm, bu qulaq as, mənə Ağsaqqal. Onun pulunu ver, yazıqdır da, bu da indi bizə ümid olub, bizə zəng eləyib ki, toyumdur, gəlin. Gəldik gördük yazıq dəli kimi, qarın üstünə tək dənə, bambılı kimi oynayır. Bəsini safqalıq eləyəndə soyda rəqqasıya pul zat basanda bilmir ne belə olacaq. Kim ha? De o peklə baş gələ, gəlsin mənim pulumu versin. Ben yandıracağım buranı, xalça da mənim, xalça da mənim. Nə rəqqası? Rəqqası var idi bugün toyda, bak giz danışır. Yox bunlar şitliklər zad ediblər. Toyda deyirlər, nə bilim, qız oğlana, oğlan qıza, Facebookda danışmışlar. Gəl sən, bizim o müxbir çağırmışıq da, bizim qohumumuzdur, dostumuzdur, fəlakətli biraz, indi başdan biraz boşdur, amma yəni öz işini çox layiqincə yerinə getirir. Siz mənim başıma oynadınız, həmişə içiniz birləşir mənə. Xətrini çox biz istəyirik ki, bax, onun fikrini öyrəndik, istəyirik ki, qarşı tərəfində fikrini öyrənək. Fəlakət! Ona bax, Ay fəlakət! Gəl görün bura. Gəl bura. Hansı kanaldan gəlmişsən sən? Tamaşaçılar, meyid axtarılır, deyir meyid tapılır, meyid axtarılır. Nə meyid ha? Axtarılır. Mən cehizlərimi tələb edirəm. Hansı kanaldır bu? Bu kanal değil, televizordan. Ben Brejnevin veteranıyam, ben əmək veteranıyam, ben qoca adamam, ben neçə illər işləmişəm. Ben halal zəhmətimlə qazanıb cehiz yığmışam, qızı da vermişəm buna. Deyir qızı qaçırıblar, deyir qızı qaçırıblar. Hə də bəs mən niyə buradayam? Sən jurnalistsən, qoy ağsaqqal danışsın. Xəbərim yoxdur. Sən yaxşı olansan da, qoy ağsaqqal söhbət elə. Buyur. Mən harda qalmışdım? Ben əmək onu dedim. Mən 8000 pul heç kimə verməyəcəm. Mən cehizlərimi almağa gəlmişəm. Lazım olsa dava salacağım. Xoşqədəmin verilişinə gedəcəm. Zaurun verilişinə gedəcəm. Amma o cehizlərimi mənə versinlər. O toyda risovqalıq elədi. Həmin o bəy kokteyl zakaz elədi. Nə bilim, rəqqasələr zakaz eləyib. Hamıya da pul verir. Gəldim dedim ki, mənə pul ver. Ağsaqqal pul istəyir. Düzdür, əmək veteranı pul istəyir. Mənə pul vermədi. Getdim rəqqasə paltarı geyindim. Gəldim oynadım, belə oynadım. Yenə mənə pul vermədi. Sen giymiştin Ağsaqqal. Sen giymiştin. O rəqqasə söhbətini montajda... Yox, rəqqas söhbətə alaydı. Ya, lazım deyil. Onu montajda çıxart da əmək veteranına yaraşmaz. Ha, sonra gördüm ki, klonlar gəldi. Şən klonlar. Toyda klonlar oynayır, bu klonlara pul verir. Soxlu pul verir. Getdim ki, mənə pul ver, yenə pul vermədi. Getdim klon paltarı geyindim. İndi özümə uyğun, yaşıma uyğun klon paltarı geyindim. Gəldim, oynadım, şitli elədim, düşüklü elədim. Yenə mənə pul vermədi. Əladır ha, o düşüklük eləyibsənsə əladır, xoşuma gəldi mənə bu. O klon söhbətində bəlkə yığışdıraq lazım. Yox, əlaydı, Onu montajda yığış. Lazım deyil. Eşsən Ağsaqqal. O klon mən lazımdır. bildim, hep söhbətləri bildim. Ha. Bunu sonra oturup bir danışarıq, çay içərik. Ha. Sən danış görüm hadisə nətər olub və hadisəni danış. Sən tıpoysan, mənim yanım satmaya danışırsan. Giz. Sən Mikrofon. Gəl bir sən neyniyək? Nə? İndi hamısı süzəsən. Bu dava qırğın birimizi. Bunu hamısı qoyaq bir qırağa. Gəlib ortaq məxrəcə. Gör nə deyirəm. Demirəm ki, pulun hamısını qaytar. Ha. Asta, yavaş.
Bala. Necə? Asla necə? Konkret mənə de görüm sən nə istəyirsən də məndən. Ora bıraksan. Mən cehizimi istəyirəm. Sən konkret şərtini deməli. Deyirəm. Ha. Mən də bilirəm ki, sənin gəlir yerin yoxdur. Ha. Bir dənə gəlir yerin var, o da pensiya. Ay sağ ol. Pensiya kartı ver mənə, kodunu zaten heç kimə deməyəcəm. Ancaq özüm gedim bala çıxardım. Nə? Pensiya? Sən başın xarabda. Mən öz pensiya kartımı özümə düzmən qabiliyyət edirəm. Kadın bunu saçlarına verim o pensiyanı. Sən heç vaxt onu görməyəcəksən. Onda mən nəyəm? Mən gizəm, xəstəyəm, uzun qulağım, dəliyəm, gizəm. Mən nəyəm mən başına? Mən tıfal yoxdur. Sən uzun qulaq ol, sən dal ol. Sən nə etsən elə. Bir dəqiqə, vermirsən, pul vermirsən. Mənə şirin deyərlər. Cehiz. Gör neyini? Cehiz. Mənə şirin deyərlər. Ha. Ne diyeceksin? Siz görərsiniz. Ne diyeceksin? Vermirsən. Yandırlar özü, buraya yandırlar. Al. Aklınıza bakın, ben sen. Yok. Üçe kim sahiden? Heç nə vermir. 1, Ha. 2, 3. Ha. Yandırlar ha. Yandır. Yandırlar. Özünü yandır. 1. Şamil, Şoşi. Ben özümü yandırıram. Niye yandır? Ben demişim, üçe kim sahip özümü yandırıram. Hadi. 1. Yandırıram özümü. Yaxşı öyle kim sahiden? 1, 2, 3, 4. Ama yandırıram özümü ye. Ha, hele bilirsən her adam özünü yandırabilir. Hele bilirsən özünü yandırmak asası yandır. Bana yandırırım ha. Şirin özünü yandırır. Yandırır küleyi. Sayıram. 1, 2. Ben kim demiştim? 3'e kim? 3. Yandıram özümü ye. Şamil. Şoş yandıram özümü yandıram ye. Hadi yandır bakak göre necə yandırırsan. Yine mi özümü yandıram? Biri gelip karislerimi lan. Hele bilirsən her adam özünü yandırabilir. Hep baktım. Kanda baş yedi. O yandırmak monopoliyası bu aksakaldadır. Bir de inanmırsan özümü. He. Dörde kimi say. Ha bir dənə belə dur görüm mən. Yandır. 2. Bir dənə yandır ver yeri. 4 olan kimi şirin olur çök. 3 yarım. Böyle diyeyim 4. Anahtar. Ha. Hani siz ne siz olan ben özümü yandırıp siz gelmeyen karislerimi alamam. Hadi yandır damlasını xarab elədin. Para memnunum. Yandırırsan bir dəfəlik yandırıb gələk baxaq da. Bana baksın. Bir dakika. Bir dakika aksakka. Mənə sənin heç şey lazım deyil. Tüpürüm səni ceyizlərimə. Sən o qayızdadın pula əynə barmayla. Mən gedib taksi məlahəti alaram. Oradan xoşbəxt yaşaram. Səni bir ara sən necə geçməyəcək. Tüpürüm siz. Sen senin başına o taksi melahatın taksiden başka cehizi yoktu. Bayalı oldu abi, mənim xoşuma gəldi. Sən o dayın oğluna deyərsən ki, 150-yə danışmışdıq, məndən 200 manat pul al. Gedək oturaq bir yerdə çay içək, elçilər gəlsin, nişan eləyək, xına yaxşı eləyək. Sonra da görüşüb söhbət eləyərik. Xasiyyətimiz tutar, alaram, tutmaz almaram, yaxşı. Geç, özün qaxmat olsun, Vardır hər bir yerdə hörməti, tapdı şəni şaşıb fəlakəti. Yıxsın qohumları, qardaşları, cavanları, qocaları, taytuşları. Yenə min bir olay hər mövsümdə, yanar da yaşar da ya da şəhərdə. ATV edəcəkdi bunu sizə görə, Baxsın hər kəs gülə-gülə. Söhbət qızlardan gedir, Bozbaş Pictures təqdim edir. Bəli, söhbət bizlərdən gedir. Bozbaş Pictures təqdim edir. Bəli, söhbət bizlərdən gedir. Bozbaş Pictures təqdim edir. Bəli, söhbət bizlərdən gedir. Bozbaş Pictures təqdim edir. Elad, mahnı neçəyə verərsən? Satılmır o. Elad, qalx. Biraz da yuxarıdayım, qalx.